Belə bir sual paylaşmışdıq. Verilmiş cümlədə əlavə ilə əlavənin aid olduğu üzvün yerini dəyişsək, başqa nə dəyişər? Burada cümlə belədir. Meydan bu şəhərin mərkəzi, sıxıcı idi. Əlavə bu şəhərin mərkəzi, əlavənin aid olduğu üzv meydan. Bunların yerini dəyişirəm. Yerini dəyişəndə belə olur. Bu şəhərin mərkəzi, meydan sıxıcı idi. Belə olanda nə dəyişir? Əvvəlki cümləyə nəzərən. Baxaq. Cümlə əlavə ilə başlayar. Bunu dərslərin nəzəri hissəsində də həmişə deyirəm ki, əlavənin aid olduğu üzvün yeri dəyişsə, o demək deyil ki, cümlə əlavə ilə başlayacaq. Cümlə əlavə ilə başlaya bilməz. Bu dəfə o tirədən sonraki hissə əlavə olacaq. Yəni, bunu dəyişəndə bu şəhərin mərkəzi meydan əlavə olacaq. Deməli, A yanlışdır. Əlavə ilə başlamır heç bir halda. Bu variantın yanlış olduğunu bilmək üçün heç cümləyə baxmağa da ehtiyac yoxdur. Çünki cümlə əlavə ilə başlamır. Buna heç belə deyək də, saniyə itirməyə də dəyməz imtahanda görsəz. Cümlədə təyin işlənər. Bax, bu çox önəmli bir məsələdir. Hal-hazırda burada təyin yoxdur. Çünki biz demişdik ki, siz təyin edici sözü təyin götürmək üçün baxmalısınız ki, o cümlə özünə aiddirmi? Həmin o təyin kimi gördüyünüz hissə. Yalnız cümlə özünə aid olanda təyin ola bilər. Əlavəyə aiddirsə, ümumiləşdirici sözə aiddirsə, xitaba aiddirsə, fe'li birləşmənin içindədirsə, üçüncüdən isim birləşmənin tərəfləri daxilindədirsə və s. Yəni, bu hallarda biz o təyin ediciyə təyin deyə bilmirik. Ona görə də hazırda bu təyin deyil. Çünki bu şəhərin mərkəzi əlavədir. Amma bu əvvəldə gələndə bu şəhərin mərkəzi hara? Bu da ayrılır təyin olaraq. Deməli, təyin işlənər versiyası doğrudur. Düzəltmə sifət işlənərmi? Bəli, sıxıcı. Düzəltmə sifət işlənər, amma biz bunu götürə bilmirik. Niyə? Çünki burada deyir ki, nə dəyişər? İkinci cümlədə nə olar demir. Deyir, nə dəyişər? Dəyişər sözü o deməkdir, yəni əvvəl yox idi, indi var. Əvvəlki versiyada da sıxıcı, düzəltmə sifət idi deyə biz bunu götürmürük. Yəni, fikir düzdür, düzəltmə sifət işlənər. Amma bu dəyişər şərtini ödəmir. Ona görə C getdi. Mübtəda mürəkkəb söz birləşməsi ilə ifadə olunar. Baxaq. Mübtəda nə olacaq? Şəhərin mərkəzi. Bunu dedik ki, təyin olaraq ayrılır. Söz birləşməsidirmi? Bəli. Bəs, mürəkkəb söz birləşməsidirmi? Xeyr. İki dənə söz var axı. Deməli, mübtəda mürəkkəb söz birləşməsi ilə ifadə olunar. Bu yanlışdır. Cümlə isimlə başlamaz. Hazırda isimlə başlayır, meydan. Amma dəyişəcəyimiz təqdirdə əvəzliklə başlayacaq. Yəni, əvvəlki versiyada isimlə başlayır, sonraki versiyada isimlə başlamır. Ona görə eyni də götürürük. Düzgün cavab oldu B və E variantları.